Şəkidə əzəldən bəri xüsusi bir çayçı mədəniyyəti var və demək olar ki, Şəkidəki çayçıların 80-90%-nin maraqlı hekayəsi var. İndi olduğumuz çayçıda köhnə kinonun yanındakı papaqçılar çayçısıdır. Vaxtı ilə şapkalılar adlanıb bu çayçı. O dövrdəki deyək ağır kişilər falan, şapkalı kişilər gəlib burada oturub. Buna görə mənim də o dövrdə şapkalılar çayçısı adlanıb. İndi də günümüzə gəlib papaqçılar çayçısı kimi. Necə deyərlər, qədişlərin məkanı olub bura. Hörmət əlaməti olaraq görkəmli, samballı kişilər oturub deyə. O dövrün deyək uşaqları da deyək indi bizim yaşdakı 20, 25, 16 yaşlı şəxslər də gəlməyib bura. Onu da qeyd edeyim ki, çayçı hal-hazırda olduğumuz yerdə olmayıb. Biraz parka yaxın ərazidə olub. Digər çayçılardan fərqli olaraq burada nərd, domino kimi, yəni çox səs yayan oyunlar yoxdur. Bu çayçının da uzun tarixin ən bariz sübutu Rəfail dayı 6-cı sinifdəndir buradadır. Yəni burada fəaliyyət göstərir. Buna da səhv eləmirəmsə atasından ya da babasından bu çayçı qalıb. Hal-hazırda Rəfail dayının təxminən 40-dan yuxarı yaşı var. Şəkidəki çayçı mədəniyyətində ən maraqlı yerlərindən biri də odur ki, 3 nəfər, 4 nəfər, neçə nəfər gəlsə gəlin, bir dənə stəkan artıq gəlir ki, qonağın varsa, hər daim stəkan hazır olsun. Yəni gəldiyi zaman rahat çay süzüb verə biləsiniz. Bizi izləməyə davam edin.